Çörək kəssəm arıqlaya bilərəm sualını tam olaraq cavablandıra bilmərəm. Çünki çörəyin sizin həyatınızdakı rolundan asılıdır bu. Çörək həyatınızda hansı rola malikdir? Gündəlik bir dilimmi, gündəlik 2 dənə çörəkmi, hansı çörəyi kəsirsiniz? Başa düşürsünüz? Bakı çörəyidir, Şəki çörəyidir, hansı çörəyi kəsirsiniz və hansı miqdarda çörəyi kəsirsiniz? Bəli, çörəyi həyatınızdan çıxartmaq müəyyən dərəcədə orqanizminizin, həzm sisteminizin rahatlaması deməkdir. Bir, çox böyük miqdarlarda maya qəbul etməyəcəksiniz, həzm sisteminiz, bağırsaqlarınız biraz sakitləşəcək, asan mənimsənilən karbohidratlardan çox istifadə etməyəcəksiniz. Bu da ona gətirib çıxaracaq ki, qan şəkəriniz müəyyən dərəcədə nizamlanacaq. Amma kalori qəbul edəcəksiniz də o çörəyi yeyəndə və o çörəyi kəsməklə çörəkdən aldığınız kaloriləri kəsmiş olursunuz. Nə qədər? Nə qədər? Gün ərzində çörəkdən ancaq 2000 kalori alırsınızsa da, çörəyi kəsməklə gündəlik kalori normasında 2000 kalori qısıtlamaq deməkdir. 2 dənə, 3 dənə dilim çörəklə istifadə edirsinizsə də yeməyinizi atın, kəsin. Ortadan belə kəsin, çıxardın həyatınızdan. Nə bilim, asan xidmətə ərizə verin ki, mən çörəklə, ümumiyyətlə yaşaya bilmirəm. Nə olsun? O miqdarda da kalori qısıtlaması yaşayacaqsınız.